Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Qarşıdan müqəddəs Zülhicce ayı gəlir. Bu Qurban Bayramının ərəfəsidir. O qədər müqəddəs 10 gündür ki, Hak Teala Hazretleri barəsində Kur'an-ı Kerim'de ayet buyurub, surə nazil edib və Peyğəmbərimiz Aleyhisselam da hədis şəriflərlə bunları bizim üçün təfsir edibdir. Allah Azze ve Celle Hazretleri Kur'an-ı Kerim'de buyurur: Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel fecr. Andolsun Zülhicce ayının birinci gündüzüne, fecrine. Ve leyaline aşir ve and olsun 10 geceye. İslam'da müqəddəs sayılan 3 onluq vardır. Bu onluqlardan birisi rivayet edildiğine göre Ramazan ayının son 10 gecesidir. Çünkü onda Qədir gecesi vardır. Ramazan son 10 gününe, gecesine dikkat etmekte, faydalanmakta fürsəttir qul üçün. İkinci Zülhicce ayının ilk 10 günüdür ve gecesidir. Çünkü o 10 günde hem terviye, hem Ərəfə, hem de Qurban Bayramı vardır. Bu 10 güne de xüsusi dikkat yetirilmelidir. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem hadis şəriflərdə buyurur ki, İbn Abbas'tan rivayettir. Heç bir gün yoktur ki, o günlerde işlenen əməl-i salih, yaxşı salih əməllər bu Zülhicce ayının 10 günündə işlənilən salih əməllər qədər Allahu Teala'ya sevimli olsun. Sahabeler Peygamber sallallahu aleyhi ve sellem'den soruştular ki cihaddan da mı? Çünkü cihad elə bir ibadetdir ki ve Peygamberin zamanında da elə bir tərzdeydi ki, şəkildeydi ki hem minek vasitəsi özündəndir, hem hərbi geyimi özündəndir və silahları özündəndir və ərzaqı özündəndir. Sadəcə olaraq evini, eşiğini qoyur, ya yaralı qayıdacaq, şikəst qayıdacaq, qalib qayıdacaq, ya şəhid olacaq. Şəhid olsa ailəsi o vaxtı yəni bir təminat, bir filan yoxdur və o səbəbdən də cihad en büyük ibadet sayılırdı. Bugün de elədir. Yani yine de bir insan canını alır çıxır. Öz dinini, namusunu korumak için. Ve Peygamberin soruşdular ki, cihad eden şəxs də mi? Bu onun savabından yüksekdir. Bu Zülhicce ayının 10 gününde edilen əməllər. Peygamber Aleyhisselam böyle cevap verir. Allah yolunda cihaddan da sevimlidir. Ancak o halda ki canı, malı ve yani biraz saymış olduğum her şeyi özünden olmakla eğer cihada geçse ve geri qayıtmasa, yani şehit olsa, o halda o adam Zülhicce ayının 10 gününde ibadet edən adamdan üstün olabilir. Yani düşünün ki bir insan ailesinden ayrılsın, öz ləvazimatı ilə hacca cihada geçsin, o cihadda şehit olsun, bir insan da öz evinde, öz yurdunda, ailesinin yanında hiçbir şeyde sərf etmeden Zülhicce ayında ibadet etsin. Bu halda üstün olur şehit olan. Bu ne demekdir? Bir insanın cihad etmesi ona ne kadar çətindirsə, ne kadar məsuliyyət, ne kadar narahatçılıq ailesini qoyub gedib, canı təhlükəyə düşür, mühümdirsə, eynən bunun kimi də bir insanın Zülhicce ayının 10 gününde, bu Zülqəddə ayının sonundan itibaren öz fikirlerini toparlayıb, o 10 günü, Zülhicce'nin 10 gününü ibadetle keçirməsi, zikirlə keçirməsi, orucla keçirməsi, qurban kəsməsi, bunun üçün pul xərcəməsi, bunun üçün ciddi cəhdlər etməsi, o 10 günə məxsus olan ibadətli yerinə getirməsi, o cihad qədər çətin bir şey. Yəni düşüncələrində onu qərarlaşdırıb, öz həyatına tətbiq etməsi cihad qədər məsuliyyətli bir işdir. O səbəbdən də Allah Teala Qur'an-ı Kərimdə and içir və buyurur ki, and olsun 10 gecəyə. Bu 10 gecə ki 3 onluqdan bizə alimlər məlumat verirlər.
Bu Ramazan ayının son 10 gündə ola bilər. Bu Zilhiccə ayının ilk 10 gündə ola bilər. Üçüncüsü isə Məhərrəm ayının ilk 10 günü gecəsi. Ne üçün? Çünki onda da Aşura vardır. Aşura günü də çox qüvvətli gecəsi ilə, gündüzü ilə Allah Teala müqərrəb olmaq üçün əlimizdə olan səbəblərdən birisidir. Bu barədə bəzi alimlərimiz buyururlar ki, Zülhiccə ayının fəziləti barəsində hər kim bu 10 gündə, yəni Zülhiccə ayının ilk 10 günündə oruç tutarsa Allah Teala ona 10 şeyi ikram edər. Ramazan ayında oruç tutmaq zəruridir, vacibdir. Bəzi istisna hallar varsa da, amma bütün ümmət-i Muhammedin özünü mükəlləf sayan, ağıllı sayan, yetkinlik yaşına çatan hər bir müsəlmana oruç tutmaq vacibdir. Amma elə günlər də vardır ki, onlar vacib deyildir. Allah Teala onu qulun insafına, mürvətinə veribdir. Onlardan birisi də Zülhiccə ayının ilk 10 günüdür. Alimlər buyururlar ki, Allah-u Teala ona oruç tutan Zülhiccənin ilk 10 günlüyündə 10 şeyi ikram edər. O ikramları saymamışdan əvvəl xatirinizə ərz edim ki, bizim bir insan, bəşər olaraq dünyaya və axirətə aid müşkilatımız vardır. Məsəl üçün, canımız üçün narahatıq, ailəmiz üçün narahatıq, ruzumuz üçün narahatıq, bəzilərimizin sıxıntısı var, xəstəlikləri var və axirətə aid olan bir müsəlman kimi narahatçılıqlarımız var. Dünyadan imanla axirətə çıxmaq, əməllərimizin, savab əməllərimizin daha çox olması, günahlarımız varsa onların bağışlanması, Allah-u Teala'nın rıza məhəlli olan cənnətə girmək, cəhənnəmdən bəri olmaq, bunun ki müşkillərimiz var. Əldə fürsətdir Zilhiccə ayının ilk 10 günü. Belə ki, Zülhiccə ayının ilk 10 gündə oruç tutana Allah-u Teala'nın onun ikramı vardır. Bunlardan birincisi budur ki, Allah Teala ömrünə xeyir və bərəkət ihsan edər. Ömrü xeyirli olur və bərəkətli olur. İnsan var ki, yaşayır və əli boş, üzü qara, dəftəri də eybəcər əməllərlə dolu Allah Teala'nın huzuruna çıxır. Bir 90 yaşında, 100 yaşında kimsədir, çevrilir, baxır həyatına, baxır görür ki, axirətinə faydalı olacaq heç bir şey yoxdur. O filmdə də axırda deyir ki, mənimdir ömrüm olsaydı, onu mən bilərdim necə yaşayardım. Çünki bərəkətsiz bir ömür yaşayır və Allah-u Teala'ya qulluq eləməyən və gəlib saçını, başını ancaq eybəcər yerlərdə ağartan insan öz ömrünü bərəkətsiz və ziyana vermiş bir kimsədir. Amma bu 10 gündə oruç tutanların Allah Teala qəlblərinə bir duyğu salar. Ülfət, incəlik, ülviyyət, Allah-u Teala ilə ünsiyyət, Allah-u Teala'ya sarı qurbiyyət, yaxınlıq hissləri salar. O insan həssaslaşar Allah-u Teala'ya. Və nə etmək lazımdırsa, Allah Teala peyğəmbəri vasitəsilə ona vəhiylər nazil edibsə də ayətlər Qur'an-ı Kərim öz qəlbinə də bəzi bir para şeylərdə ilham eləyər. O insan yamanlıqla yaxşılığın arasında seçimdə qalanda o yaxşı işləri seçməyə, etməyə müvəffəq olar. Ömrü bərəkətli olar, xeyirli olar. İkinci, Allah Teala onun malını artırar. Borcu varsa borcdan azad olar, dolanışı yoxsa dolanışığını Allah Teala təmin eləyər. Qazancı azsa, az qazancına elə bir bərəkət verər ki, özünə, ailəsinə çatar və onu elə və ələ möhtac etməz. Üçüncüsü, ailəsi əmniyyət altında olar. Hamımız ailəmizdən narahatıq. Onların namusunu qorumaq, evladlarımızı əməli salih yetişdirmək, qız gəlinlərimizi aburlu, həyalı yetişdirmək və onların abur həyasını qorumaq. Bunu bəzən insan təmin edə də bilir, etməyə də bilir. Müharibə olur, aclıq olur, cürbəcür hadisələr olur. Böyük kişilərdən eşidirdik ki, elə aclıq olurdu ki, yeməyə heç bir şey yox idi və evdən çıxırdılar ki, məsələn, yaxın adamının, uşağının acından necə ölməyini görməsin deyə. Və yaxud da ki, bu dəqiqə dünyada müharibələr var, insanlar çaşqın vəziyyətdə qalıblar. Müharibələr səbəbi ilə tələf olur oğul, uşaq
Və burada hamının bir sıxıntısı var. Ən böyük sıxıntı da kişinindir ki, ailəsini qoruya bilmir. Bunlardan əmin olmaq üçün Zülhiccə ayının ilk 10 gündə oruç tutmaqda fayda vardır. Əgər qəbul olsa, səbəb düşsə, bunu səmimi qəlbdən, qəlbimizin içindən, başqa məqsədlər üçün yox, kiməsə özümüzü göstərmək və s. Allah-u Teala'nın rızasını qazanmaq üçün əgər etmiş olsaq, Allah-u Teala ailəmizi də öz hifzinin altına almış olur. Dördüncü, günahlarına kəffarət olur. Biz elə bir bəndə xüsusən indiki zamanda durmadan, dayanmadan günah istehsal edən bir makina kimiyik. Hamımızın özümüzə münasib kiçikli, böyüklü xətalarımız, günahlarımız vardır. Ən böyük günah da insanın özünü günahsız hesab etməsi və günahdan danışanda insanın ətrafındakı insanların günahlarını kontrol etməsi, təftiş etməsi, özgələrinin günahları ilə araşdırması, məşğul olmasıdır. Bu da çox böyük bir vəbaldır, günahdır. Və hər bir insan, bir mömin bu düşüncədə olmalı ki, hardasa kimsə bir acdısa, bir çətinliyi varsa, sıxıntısı varsa, özünü təftiş etməlidir ki, bu işdə mənim nə qədər payım var. Özünü günahsız bilib, xalqı və yaxud da ayrı-ayrı fərdlərin günahlarını təftiş etmək bu müsəlmana yaraşan sifət deyildir. Hamımızın günahı vardır. Budur, əlimizdə fürsət var. Hər kim Zülhiccə ayının ilk 10 günündə əgər ki oruç tutsa, günahları bağışlanmış olar. Və beşincisi, bir insan əgər ki əməl dəftərində inşallah ki belədir, vardır, savab əməllər varsa, o savab əməllər qat-qat onun üçün artırılmış olar. Allah Teala onları onun üçün daha çox etmiş kimi hesaba alar. Altıncısı, ölüm vaxtında səkarat-ül mövtə, ölümün sancısını çəkdikdə Allah Teala ona qolaylıq verər. İnsan dünyada çox sıxıntılar çəkir, xəstəliklər çəkir. Adicə ən azından ağzına bir 32 dəfə kəlbətin girir. Yaşlaşdıqca gözünü itirir, qulağını itirir, təzyiq, şəkər və s. insanın ağlına gələn, insana ağlına gəlməyən cürbəcür xəstəliklər olur. Bu xəstəlikləri müalicə ilə, ağrı kəsici ilə neytrallaşdırmaq, sabitləşdirmək müəyyən qədər mümkündür. Amma səkarat-ül mövt, ölüm sərxoşluğu. Bunu heç bir ağrı kəsici ilə, müalicə ilə qarşısını almaq mümkün deyildir. Maddi yöntəmlərlə mümkün deyildir. Və insanın başına ən dəhşətli hadisə ölüm hadisəsidir. Bir insan, yəni bunun bioloji qaydası belədir ki, nəfəs ala bilmir, cigərlərinə oksigen dolmur, cigərinə oksigen dolmur deyə beyninə oksigen çatmır, cigərləri ölür, beyni ölür, sonra ürəyi qan pompalaya bilmir və qanın dövranı bədənində yavaş-yavaş səngiməyə, yavaşlamağa başlayır və bioloji ölüm baş verir. Bu bunun maddi tərəfidir. Amma bunun mənəvi tərəfi vardır. İnsanın bədəni, şarın içərisi ruhla dolu olduğu kimi onun da bədənin içi ruhla doludur və onun mərkəzi də, bədənin mərkəzi beyin olduğu kimi ruhun mərkəzi də qəlbdir və iki mələk gəlir Cənab Allahın tərəfindən xüsusi alətlərlə, o alətləri o qulun qəlbinə salaraq o ruhu qəlbindən qopartırlar və o ruhu alırlar. Elə bir dəhşətli hadisə olur ki, o ruh sanki səkir halında, yəni sərxoşluq, ağlını itirmək halında olur və 300 Peyğəmbərin bildirməsi ilə qılınc zərbəsi kimi, tikə-tikə nacaqla doğranmaq kimi, yundan pitraq dartan kimi, baldan çöp dartan kimi bir dəhşətli bir hadisədir. Bunu artıq heç bir ağrı kəsici ilə, heç bir müalicə ilə, heç bir oksigen balonu ilə sabitləşdirmək, sakitləşdirmək mümkün deyildir. İlla bir neçə yöntəmi vardır. Məsəl üçün, xəstənin yanında Yasin Şərif oxumaqdır və s. Onlardan biri də bir adam əgər sağlam olduğu müddətdə Zülhiccə ayının ilk 10 gündə oruç tutubsa, onun ölümü rahat olar bu səbəblə. Allah orucları səbəb edər ki, o dünyadan rahat axirətə köçsün. 7-ci, qəbrini işıqlandıracaq, nurlandıracaq bir ziya ikram edər ona. Öldükdən sonraki qəbrə girər. O qəbir qaranlıq məkandır. 5 dəfə gündə qəbir bizə nida edir. Gündə 5 dəfə.
Hər gün sən məni tapdamısan, mənim üstümdə bitənləri tapdamısan. Bu günləri bir gün gələcək ki, səni mən tapdayacağam. Mən səni sıxacağam. Əməllərini gözəlləşdir. Günahlardan uzaq dur. Əgər əməllərin gözəldirsə, gözəl əməllərlə mənə gələcəksənsə, mən sənin üçün cənnətə açılan qapıyam. Əgər günahlarla gələcəksənsə, sənin üçün cəhənnəmə açılan qapıyam. Qəbir qaranlıq bir məkandır. Qəbir tənhalıq məkanıdır. Ayıbların, günahların izhar olduğu, əməllərlə baş-başa qaldığın, Cənab Allahla tək qaldığın bir yerdir. Münkər Nəkirin heybətli bir şəkildə sənin qəbir və gələcəyi bir yerdir. Amma bunu qəbir aləmini, qəbir evimizi, necə ki, dünya evimizi təzyin edirik, istilik sistemi çəkirik, işıq sistemi çəkirik və xalçalarla, pərdələrlə döşəyirik. Qadınların xüsusi bir bağlılığı vardır. Pərdə olmasa ev abursuz olur, xalça sərilməsə ev çıplaq görsənir və s. Bu ifadələrlə müvəqqəti evimizi çox gözəl bir şəkildə, komfort olacaq bir şəkildə təzyin edirik. Hansı ki, evimizdə 50-60 il yaşayırıq. Amma axirət evimiz olan qəbir evimiz birinci, axirətə açılacaq birinci qəbir evimiz ki, onda təzyin etmək lazımdır, orada komfort etmək lazım. Neylə? Salih əməllərlə, yaxşı əməllərlə, orada işığını, qazını, suyunu çəkmək lazım. Neylə? Zülhiccə ayının ilk 10 günündə oruç tutmaq, qəbrin aram olmasına, rahat olmasına, işıqlı olmasına vəsilədir. Və 8-ci əməllər qiyamət gündə tərəziyə vurulacaq. Tərəzidə çəkiləcək. Peyğəmbərdən soruşdular ki, ya Rasulullah, o tərəzi nə boydadır? Deyir ki, məşriqlə məğrib arası qədərdir. Bu irilikdədir tərəzinin bir gözü. Deyirlər, ya Rasulullah, bir bəndə nə qədər əməl eləyə bilər ki, o tərəzini doldursun? Peyğəmbər əleyhissalam buyurdu ki, bir qul əgər ki, Allah Taala'nı özündən razı eləyibsə, Allah ondan məmnundursa, o Allahın razı qaldığı bəndə bir dəfə Subhanallah desə, o tərəzi onun xeyrinə dolar. Yəni, Allah-u Taala'nı bir insan ömrü boyunca salih əməllərlə, gözəl əməllərlə razı salarsa, qəlbindəki iman nuru ilə Allah-u Taala'nın rəhmətini öz tərəfinə cəlb edərsə, Zülhiccə ayında tutmuş olduğu oruclar da onun tərəzisinin onun xeyrində tərpənməsinə və dolmasına vəsilə olar buyurub. Və 9-cu cəhənnəmin xəndəklərindən qurtarar. Cəhənnəm bir çuxurdur Sirat körpüsünün altında. Düşünün, Ərəsat meydanı və ərşin ayağından gətirilib cənnət və altı cəhənnəmdir və Sirat körpüsü toplandığımız Ərəsat meydanla cənnətin arasında keçəcəyimiz bir yerdir. Sirat körpüsü nurdandır. Bir insan nə qədər nurani olsa, Siratdan keçməsi daha da sürətlənəcək. Çünki özü də nuranidir, Sirat da nuranidir və Siratdan keçməsi onun üçün qolaylaşacaq. İki nur bir-biri ilə qovuşacaq, Siratla və salih qul. Necə ki, elektrik naqilləri, bir misal ağlımıza yaxınlaşsın deyirəm, elektriki ötürürlər bir-birlərinə. Bunun kimdə? Nurani qulu da nuruna nisbət. O uzun illər müxtəlif rəvayətlər var. 500 min illik yoldur və ya 9 min illik yoldur. Hər neysə, çox uzun bir yoldur. Oranı işıq sürətində, xəyal sürətində və s. bəziləri iməkləyərək, bəziləri gəzərək, bəziləri miniklərin üstündə, kəsmiş olduğu qurbanların üstündə oranı keçəcəkdir. Amma o adam ki, günahlarla öz nuraniliyini söndürüb, onun qəlbində iman nuru işığı yoxdur, kəsifləşib. Necə ki, dünyada biz kəsifik, bədənimiz nuran deyil, mələklər kimi deyilik, biz kəsifik. Fiziki qanunlarla varıq dünyada, kimyəvi tərkiblə varıq dünyada, kəsifik. Onun üçün elektrikə toxunanda elektrik bizi yandırır, elektrik bizə toxunur. Və bir insan da günahlar səbəbi ilə qəlbini, ruhunu kəsifləşdiribsə, qaranlıqlaşdırıbsa, o adam Sirat körpüsünün üstünə çıxan kimi, onu elektrik vuran kimi Sirat körpüsü çarpacaq. O insan körpünün altında olan cəhənnəmin dərələrinə düşəcək.
Amma cəhənnəmə düşmədən adam balası kimi rahatlıqla, sevinərək, könlü xoş keçmək də mümkündür. Hətta bu keçməyin bir xəbərini də deyim sizə. Elə insanlar olacaq ki, evliyalardan, onlar qəbirlərindən duran kimi bir qeyri hesab və la əzab, sorğu-sual olunmadan və əzab olunmadan, onlar tərəziyə əməlləri də vurulmadan siratı həmən keçib cənnətə girəcəklər və sirata müvəkkil olan mələklər onlardan soruşacaq ki, yəni siz haqq hesab olunmadınız, yəni bu prosedura var, məvqiflər və s. onları keçmədiniz. Allah-u Teala deyəcək ki, onlar mənim sevgili qullarımdır. Niyə? Çünki onlar hesaba çəkilməmişdən əvvəl qiyamətin, məhşərin hesabına çəkilməmişlər. Dünyada özlərini hesaba çəkiblər, elə yaşayıblar, elə həyat tərzi keçirtiblər. Bizim bu qədər pirlərimiz, evliyalarımız inşallah ki o məqamdadırlar. Onların barəsində bizim hüsnü zənnimiz var. Onlar sorğu-sual olunmadan Peyğəmbərimizin bildirməsi ilə çox sayda 1000 adam, 70.000 adam və özlərlə də 70.000 adam olmaqla, alimlər buyururlar ki, 7-dən məqsəd burada kəsrətli, çoxluqdur, yəni qeyri-bərabərlikdir. Yəni illa ki 70.000, 1, 2, 3, 4, 5 kimi yox, rəqəm olar, çox da ola bilər. Həm özləri, həm də onların yolunda olanları şəfaət edərək cənnətə aparacaqlar. Və bu mərtəbəni, məqamı qazandıran əməllərdən birisi də bizə bu Zülhiccə ayının ilk 10 günüdür. Onda oruç tutanlar siratı da asan keçərlər. Və cəhənnəmin də dərəkələrinə, çuxurlarına düşməzlər. Cəhənnəmdə Səqər deyən bir dərə var. Orada bir dəhşətli bir yerdir ki, təndirin külbəsi kimi bir yer. Külbə orada necə ki üfürür, orada közərir. Külbəsi kimi bir yer. Cəhənnəmin o səqərindən, cəhənnəmin digər dərələri Allaha qorxudan dua edirlər ki, onun issi bizə dəyməz. Çox riyazi rəqəmlərlə ölçüyə gəlməyəcək hektarlarla, kvadrat metrlərlə yerdir cəhənnəmdə belə yerlər. Oradan qurtulmağın yolu da yenə də Zülhiccə ayının ilk 10 günündə oruç tutmaqdır. Və nəhayət 10-cu cənnətin yüksək zirvələrinə çıxmaqdır. Cənnətin yüksək zirvələri məqamlar vardır orada. Ən yüksək məqamı Cənnətül Əladır, Firdevs cənnətidir. Nəim cənnətləri vardır. O cənnətləri əldə etmək üçün Zülhiccə ayında lazım olacaq əməlləri görmək, xüsusən də orucları tutmaq lazımdır. Möhtərəm cəmaət-ül müslimin, Allah bu əməlləri etməkdə bizləri müvəffəq etsin. Amin. Rabbal aləmin. Hansı əməlləri görək, nə edək? Dedik ki, oruç tutmaq lazımdır. Xüsusən Zülhiccə ayının 10-cu günü bayram günüdür. Onda oruç tutulmur. Ancaq qurban kəsənlər qurbanlarını kəsənə qədər oruç tuturlar. Kim ki qurban kəsəcəksə, o adam qurbanını kəsənə qədər niyyət olunmadan, sahura durulmadan, xüsusi bir mərasim yoxdur onun üçün. Sadəcə olaraq qurban kəsənə qədər heç bir şey yeməyəcək. Qurbanı kəsdikdən sonra onun cigərini büryan eləyib, qovurub, bişirib, onu yeyəcək. Yəni gün boyunca oruç tutmaq haramdır. 4 gün Zülhiccədə oruç tutmaq haramdır. Bayramın günü və 3 gündə əlavə gün, 4 gün. Və Zülhiccənin bayramından bir gün qabağa bayram axşamı dediyimiz Ərəfə günü oruç tutmaq sünnətdir bütün günü. Və ondan bir gündə qabağa, yəni bayram axşamından da qabaqki gün Tərviyyə günüdür, bir də o gün. 2 gün Tərviyyə günü və bayram axşamı Ərəfə günü oruç tutmaq qüvvətli sünnətdir. Ondan qabaqki günlər ki vardır, 7 gün, onlarda da oruç tutmaq müstəhəbbidir. Nə üçün? Çünki hacca getmədiyi üçün, hacca gedə bilmədiyi üçün, haclar o vaxtı dəvələrlə gedərdilər, piyada gedərdilər, eyinlərində ehramla gedərdilər. Saçları, saqqalları toza, torpağa bulaşardı. Və yolun məşəqqəti, yolun çətinliyi və bu çətinlik səbəbi ilə onlar hansı məşəqqəti çəkməklə savab qazanırdılarsa, burada da insanlar əgər bu 10 gündə oruç tutsalar, xüsusən o 9 gündə o savabı inşallah ki qazanmış olarlar. Bir digər savabda, orucdan başqa olan savabda, bu 10 gün boyunca La ilahə illallah zikrini çox sayda etməkdir. Rəvayət olunur ki, Musa aleyhisselam Allah-u Teala'ya dua edib, müraciət edib, deyib, Ya Rabbi,
Mən dua edirəm, ancaq sən mənim dualarıma icabət etmirsən, cavab vermirsən. Mənə bir şey öyrət ki, o şey mən eləyim və sənə dua eləyim, o şeyin haqqına, hörmətinə mənim dualarıma cavab ver. Onda Allah-u Teala Musa aleyhissalama vəhy edir ki, ya Musa, Zülhiccə ayının ilk 10 günü gəldiyində La ilahə illallah zikrini çox et ki, mən sənin dualarına cavab verim. Onda Musa aleyhisselam Allah-u Teala'ya deyir, ya Rabbi, bunu bütün qullar eləyir. Yəni, ham bunu deyir, sıra vətəndaş, yəni, la ilahe illallah demək üçün dəstəmaz lazım deyil, qusul lazım deyil, oruç tutmaq lazım deyil, namaz qılmaq lazım deyil, xüsusi bir əməl lazım deyil, yəni, xüsusi hazırlıq yəni lazım deyil. İlla ki, kişisən bunu etməlisən, illa ki, qadınsan bunu etməlisən, illa ki, gecə olmalıdır etməlisən. Ya gündüzün müəyyən vaxtında etməz. Yox, bunu ham eləyir. La ilahe illallah, la ilahe illallah. Hamı deyə bilər. Bunu mənə bir əməl öyrət ki, onu heç kim edə bilməz. Çox çətin olsun. Onu eləyim, mən duamı qəbul elə. Allah Azza və Cəl Həzrətləri Musa aleyhisselamın bu müraciətinin üzərinə buyurur ki, ey Musa, hər kim Zülhiccə ayının 10 günündə bir dəfə, 1000 dəfə yox, bir dəfə La ilahe illallah deyərsə 7 qat yer və 7 qat göy tərəzinin, həmin əməllər çəkilən bayaq ərz etdiyim tərəzinin bir gözünə qoyulsa və bu 10 gündə zikr olunan, bir dəfə zikr olunan La ilahe illallah kəlməsində tərəzinin o biri gözünə qoyulsa, əlbəttə bu kəlmə digər tərəzinin gözündən, yəni 7 qat yerlərdən və 7 qat göylərdən ağır gəlmiş olar. Düşündünüzmü? Bir dəfə. Təsəvvür edin, siz hər gündə bunu çox dəfə demiş olsanız. Məsələn, Peyğəmbər Əleyhisselam hədisdə buyurur ki, Zülhiccə ayının olması şərt deyil. Hər kim gündə 100 dəfə La ilahe illallah deyərsə, qiyamət gündə Allah-u Teala'nın huzuruna çıxanda üzü 14 gecəlik, 15 gecəlik ay kimi münəvvər, gümüş kimi çıxar. İndi düşünün ki, o 100 dəfə La ilahe illallah zikrini Zülhiccə ayının 10 gündə deyirsənsə, tərəzinin gözünə qoymaqla gör nə qədər sən savab qazanmış olursan. Allah müvəffəq etsin. İbn Abbas radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət etmişdir. Peyğəmbərimiz aleyhisselam buyurur ki, Allah-u Teala'nın Adəm aleyhisselamı əff etdiyi gün Zülhiccə ayının ilk günüdür. Hər kim ki o gündə, yəni Zülhiccə ayının birinci gündə oruç tutarsa, Allah-u Teala onun günahlarını bağışlayır. Zülhiccə ayının ikinci günü Allah-u Teala'nın Həzrəti Yunusun aleyhisselamın duasını qəbul etdiyi gündür. O gün Yunus aleyhisselam balığın qarnında La ilahe illa ente subhaneke inni kuntu minez zalimin duasını edir. Allah-u Teala o duanın bərəkətinə ona nicat verir. Hər kim Zülhiccə ayının ikinci günündə oruç tutarsa, bir il boyunca bir an belə günah etmədən, Allah'a asi olmadan ibadət etmişcə Allah Teala ona savab verir. Zülhiccə ayının üçüncü günü Allah-u Teala'nın Həzrəti Zəkəriyyə aleyhisselamın duasını qəbul buyurduğu gündür. Hər kim bu gündə oruç tutarsa, Allah-u Teala onun duasını qəbul edər. Zülhiccənin 4-cü günü Həzrəti İsa aleyhisselamın doğulduğu gündür. Hər kim bugün oruç tutarsa, Allah-u Teala ondan nə qədər sıxıntısı, kədəri, qəlbini sıxan, ağlını məşğul eləyən, yaşayışını naqis eləyən, ona indi insanların böyük əksəriyyəti panikadan, panikatakdan əziyyət çəkirlər. Əgər istəyirsə ki, bundan qurtulsun, qəlbinə aramlıq, sükunət, rahatlıq gəlsin, neynəsin? Zülhiccə ayının 4-cü günündə oruç tutsun. Sonra şərəfli, təqva sahibi yazıcı mələklərlə bərabər yürüyər. Bərabər gəzər həmin 4-cü gündə oruç tutan adam. Zülhiccə ayının 5-ci günü Həzrəti Musa aleyhisselamın dünyaya gəldiyi gündür. Hər kim bu gündə oruç tutarsa, nifaqdan, ağlını çaşdırmaqdan, nifaq olacaq, qarşılıqlı olacaq işlərin içine düşməkdən və qəbir əzabından əmin olar. İndi elə bir zamanaya gəlmişik ki, görürsünüz, insanları şübhəyə salacaq həm dinin xaricində, həm də dinin içərisində cürbəcür adamlar var. Kimin ağzı var,
hamı danışır. Ən yiyəsiz sahə din sahəsidir. Kim nə olsa danışır. Məsəl üçün bizim danışmış olduğumuz şeylər diqqət edirsinizsə, bir kəlmə özümüzdən bir şey demərik. Kitabda nə yazır, onu nəql eləyirik. Biz onu alırıq alimlərdən və sizə nəql eləyirik. Bizim burada uyduracaq bir şeyimiz yoxdur. Çünki din şablondur. Allah-u Teala Cəbrail əleyhissalam vasitəsilə peyğəmbərimizə nə öyrədib, alimlər kitabları nə yazıbsa, orada improvizasiya eləməyə ehtiyac yoxdur. Din sabit bir şeydir. Yığılsınlar alimlər, dinin filan ərkanını düzəltsinlər, əlavə etsinlər. Bəzi adamlar var, indi çıxırlar, deyirlər, haccı Məkkədə yox, Bakının filan kəndində eləyək və yaxud da Azərbaycan filan bölgəsində eləyək. Və ya da biri çıxır, deyir ki, ayaqqabıdan qurban eləyək. Biri deyir ki, qurban kəsməyib, pulu qurban eləyək. Bunlar improvizasiya, dini reform eləməkdir. Din reform qəbul eləmir. Din sabit bir şeydir. Və o səbəbdən də möhtərəm cəmaət-ül müslimin lazımdır ki, dində nifaqa düşməmək. Biri gəlir ateizmi təbliğ eləyir. O birisilər dinin içində idi. Bəziləri gəlir indi təzə çıxıb deizmi təbliğ eləyirlər. Ağlımızın çaşmaması üçün, dinimizdən şübhəyə düşməməyimiz üçün, zamanımızın təlatümlərinə, dalğalarına qapılmamaq üçün Zülhiccə ayının 5-ci günü Musa əleyhissalam anadan olan günüdür. Oruç tutmaqda fayda vardır. Nifaqdan və qəbir əzabından əmin olar o şəxs. Zülhiccə ayının 6-cı günü Allah-u Teala'nın Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və ümmətinə xeyrin bütün qapılarını açdığı bir gündür. Xeyir düşünə biləcəyiniz nə ki şeylər var, mənfəətli, xeyirli, insan kimi düşünmək, insan kimi yaşamaq. Bu qapıların hamısının açıldığı bir gündür. Qapılar açıldı nə deməkdir? Qapılar açıq ola bilər əslində ətrafımıza. Mən bağlı qapı görmürəm. Amma qəlblərimizin qapıları bağlıdır. Ağlımıza gəlmir ki, o yaxşı işləri görək. Cəsarətimiz çatmır ki, məsələn, yanımıza gəlirlər, bizə müraciət edirlər. Məsələn, gəlib deyir ki, bilməmişik, səhv eləmişik, uşağı içkiyə tövbə elətmişik. İndi uşaq içmək istəyir, tövbəni dala oxutmaq istəyirik. Səhv eləyib uşağı tövbə elətdirmişik. Bu sözlərlə gəlib. Nədir? Xeyrin qapılarını Allah Teala onlara açıb, indi onlar o xeyir qapılarını bağlatmaq istəyirlər. Allahın əzabını üzərlərinə cəlb etmək istəyirlər. Bizim də borcumuz izah eləmək. İzah elədik, indi belə göründü ki, izahımız fayda verdi. Amma nə qədər də öz başına işlər görən və ömrün, ruzunun, ağlın, düşüncənin, imanın, kamil insan olmanın xeyir qapılarını bir para günahlarla üzümüzə bağlamaqlarımız vardır. Amma hər kim Zülhiccə ayının 6-cı günündə oruç tutarsa, Allah-u Teala Muhammedə və onun ümmətinə sallallahu aleyhi və səlləm xeyrin qapılarını açar. Hər kim bu gündə, yəni Zülhiccənin 6-cı günündə oruç tutarsa, Allah-u Teala ona rəhmət nəzəri ilə baxar. Onun rəhmət nəzəri ilə baxdığı kimsə isə cəhənnəmə girməz. Yəni ki, cəhənnəmə düçar olacaq səhvlər eləməz dünyada. Gözəl bir cənnət xasiyyətində, cənnət həyatında yaşar, gözü tox, qəlbi tox və axirətdə də cənnət əhlisi olar. Bəli, Zülhiccə ayının 7-ci günü cəhənnəmin qapılarının bağlandığı gündür. O gün keçənə qədər, 7-ci gün tamam olana qədər, həmin o cəhənnəmin qapıları açılmaz, gün boyu bağlı qalar. Yəni oranın mənfi enerjisi insanların ağlına, insanların ruhuna mənfi dalğalar ötürməz. Belə izah eləyim sizin üçün. Hər kim bu gündə oruç tutarsa, Allah-u Teala onun önünə çıxması mütləq olan 30 çətin və sıxıntı qapılarını bağlayar və 30 rahatlıq və qolaylıq qapılarını da açar. 30 sıxıntı qapıları var idisə, onlar bağlanar və rəhmət qapıları, asanlıq qapıları açılar.
kimin banka borcu varsa, kim ruzdan əziyyət çəkirsə, kimin canında xəstəlik varsa, kimin evində müşkülatı varsa, arvadı ilə əlaqədar, uşağı ilə əlaqədar, əri ilə əlaqədar, qoyunçusu ilə əlaqədar, nə müşkülat varsa 30 ədəd. Allah Teala o müşkülatları bağlayar ki, ona ziyan olmasın deyə və xeyir qapılarını açar ki, ona orada mənfəət gəlsin deyə. Zülhiccə ayının 8-ci günü Tərviyyə günüdür. Bayram axşamından bir qabaqki gün. Hər kim bu gündə oruç tutarsa, miqdarını, qədərini yalnız Allah-u Teala biləcəyi qədər əcrə qovuşmuş olar. Əcr nədir? Əcr əvəz deməkdir. O orucun əvəzi olaraq Allah Teala elə şeylər verər ki, onu Allah-u Teala özü bilir. Yəni miqdarını heç kim bilmir. Və yaxud da miqdar deyirəm sizə. Amma 8-ci gündə miqdar yoxdur. Yəni o ifadə eləyəcək söz, qələm, düşüncə, dil yoxdur. Zülhiccə ayının 9-cu günü Ərəfə günüdür. Hər kim bu gündə oruç tutarsa keçmiş illərdə işlənmiş günahlarına kəffarə olar. Birinin məsələn tam ki 50 yaşı var. Bir gündə bir dənə günah etsək, ilin axırında 354 dənə günahdır. İndi onu 50 ilə də vuranda gör nə qədər, yəni dayanmadan günah öyrətən bir fabrika kimi makinaya dönürük. O səbəbdən də bu günahları təmizləmədən qəbrə girmək olmaz, ölmək olmaz. Lazımdır onları təmizləyək. Budur, Zülhiccə ayının 9-cu günü, bayram axşamı günü hər kim oruç tutsa, Allah-u Teala o günə qədər etmiş olduğu günahları əfv eləyər. Zülhiccə ayının 10-cu günü Qurban bayramının olduğu gündür. Hər kim bu gündə Allah üçün cinsi və sifətləri məlum olan heyvanlardan, yəni bir adam durub toyuğu, xoruzu qurban kəsə bilməz və yaxud da ki, qurbanın pulunu sədəqə verməklə qurban kəsmiş sayılmaz. Hansı tərtibat şəriət öyrədirsə, Peyğəmbərimiz buyurubsa, həmin tərtibatdan. Əgər qurban edərsə həmin gündə, kəsdiyi heyvandan damlayan ilk qanla birlikdə o qurbanı kəsən adamın və ailəsinin günahları bağışlanmış olar. Həm özünün, həm ailəsinin. Bu gündə kim bir müsəlmanı yedirtərsə, və ya ona bir sədəqə verərsə, geyim, keçim, pul, nə bacarırsa, qüvvəsi daxilində edərsə, Allah-u Teala onu qiyamət günü bütün qorxulardan əmin olaraq diriltər. Çünki insanlar qəbirlərindən diriləndə Yasin surəsində buyurur ki, həyəcan içərisində duracaqlar, diriləcəklər. Torpağın içindən duracaq, başından torpaqları üzündən silərək, qalu deyəcəklər, ya veylənə, vay olsun bizlərə, mən bə'sənə, kim diriltdi bizləri, min mərqədinə, bu rahat-rahat yatdığımız qəbirlərdən düşünürdük ki, dirilməyəcək, bu günahlarla hesaba çəkilməyəcək, Allah Teala huzurunda hesab verməyəcək düşüncəsindəydik. Qalu, onlara deyiləcək ki, hada bu dirilmək, ma va'dər Rəhman, Rəhman olan Allahın vəd verdiyi və sədəqəl mursəlun və Peyğəmbərlərin də vermiş olduğu sözlərin doğru çıxmağı siddiqiyyətidir. Ki, doğru çıxdı, həqiqətən demişdi, diriləcəksiniz, həqiqətən də dirildiniz. Və qurban kəsən adamların özlərinin, vaillərinin günahları bağışlanar. Birinci qan damlası yerə düşən kimi və kim sədəqə verərsə, müsəlmanlar yedirtərsə, çirtərsə, Allah Teala böyük savablar verər. Nə verər? Qiyamət gündə qəbirlərindən qalxanda əmin olaraq qalxarlar və bu yaxşılıqları əməl tərəzisinə vurulanda əməlləri həmin o tərəzidə Qaf dağı boyda ulu böyük görsənər. Qaf dağı boyda olar. Və o həyəcan onun qəlbindən gedər ki, əli boş, üzü qara gəlməyib Allah-u Teala'nın huzuruna. Bu o qədər böyük bir əməldir ki, Zülhiccədə oruç tutmaq. Bilirsiniz ki, bizim ümmətin evliyaları vardır. Peyğəmbərimiz əleyhissalam səhih xəbərlə deyir ki, Bəni İsraildə Allah-u Teala'nın, yəni Musa əleyhissalamın ümmətində
Allahu Taala'nın özü ilə danışmış olduğu peyğəmbər olmadığı halda onları ilham elədiyi adamlar var. Yəni o ümmətində evliyaları var idi. Mənim ümmətimdə də belə bir evliya varsa, o evliya Ömərdir. Yəni Allahın danışmış olduğu adam. Hətta Peyğəmbər əleyhissalam buyurur Həzrət Ömər üçün danışan Ömər deyil, Ömərin dilində bir mələk var, onu danışdıran o mələkdir. Bu ümmətdə belə evliyalar vardır. Onların gözləri, qulaqları Allahu Taala'nın aləmi görməyə, eşitməyə, danışmağa vəsilə olan kimsələr. Bu evliyalığın da ən axır məqamı, üzr istəyirəm, ən ilk məqamı qəbir kəşfidir. Necə ki, rentgenində baxır, tomoqrafiyadan baxırlar, UZI-dən baxırlar, insanın daxili orqanlarını müayinə eləyirlər və ya cihazlar var, divarın içini, torpağın altını müəyyən eləyirlər o cihazlarla. Bu evliyalar da qəbrin içini öz evliyalıqları nisbətində kəşf edilir. Evliyalığın birinci məqamı budur, qəbri kəşf eləmək. Və bu evliyalardan birisi də Sələf-ü Salihindən Süfyan-ı Sevri həzrətləridir. Süfyan-ı Sevri Qudüsə sirru buyurur ki, Bəsrədə Zülhiccə ayının gecələrindən birində onlar çox qəbir ziyarət eləyərdilər. Müsəlmanların qəbirlərin arasında gəzişirdim və o gəzişmə əsnasında qəbrin birindən bir nur zahir oldu. Nur çıxdı. O qəbrin yanında oturdum və təfəkkür etdim. Bu kimdir? Nə əməl sahibidir? Hansı əməli səbəbi ilə bu nur ona verilibdir? Həmin o əsnada yüksək bir səslə mənə o qəbir əhli səsləndi, deyir. Kim deyir bunu? Süfyan-ı Sevri, Qudsə sirru. Ey Süfyan, sən də Zülhiccə ayının ilk 10 günündə oruç tutmağa davam edərsən, sənə də bu nurdan verilər buyurdu. Demək, qəbri nurlandıran, bayaqlarda qeyd etdik, əməllərdən birisi Zülhiccə ayının ilk 10 gündə oruç tutmaqdır. Möhtərəm cəmaat, əgər istəyiriksə ki, bütün ilimiz oruç tutmuş kimi sayılsın, bu Zülhiccə ayının sonda, axırıncı günü də oruclu keçirdək ki, bunun ilə də il tamamlanır. Müsəlman təqvimi ilə Zülhiccə ayının bitməsi ilə müsəlman ili tamamlanmış olur. Və ondan sonra gələn Məhərrəm ayı da yeni ilin birinci ayı, birinci günüdür. Məhərrəm ayının birinci gündə də hər kim oruç tutsa, Allah-u Teala üzünə gələn 354 gün müsəlman təqvimi olan o günləri də onun üçün xeyrə mübəddəl eləyər. O səbəbdən bu Zülhiccə ayında oruç tutmağa diqqət yetirməyimiz lazımdır. Hər hal ki, hamınız ciddi cəhd etmişsiniz, bu barədə sizə hüsn zənn eləyirəm. Pul yığmışsınız, heyvan almışsınız, saxlamışsınız. İnşallah ki, Allah müvəffəq etsin, bol ruzilər versin, imkan yaratsın, şərait yaratsın ki, qurban kəsə bilək. İnşallah ki, kəsəcəyimiz qurbanlar xeyirlərə vəsilə olar. Çünki alimlərimiz buyururlar ki, bir ümmət əgər qurban kəsməyi xəsislik etsə, ona məşğul olmasa, o məmləkətdə müharibə olar ki, cavanlar müharibədə ölər. Kifayət qədər cigərimizin parçaları olan o cavanları qurban vermişik. Bir il boyunca onların ili çıxana qədər bu 44 günlük müharibədə onlara ağladıq, yas saxladıq. Onlara Allah Teala şəhidlik məqamını verdi, ucaltdı, şəhadətlərini Allah Teala qəbul eləsin. Amma istəmərik ki, bu təkrarlansın. Nəinki məmləkətimizdə, bütün dünyada müharibələrə səbəb olacaq adamları, devlətləri Allah Teala yer üzündən yox eləsin və məzlum xalqlara, əziyyət çəkən xalqlara Allah Teala nicat versin. Və təklifimiz də budur ki, Allah Teala bu əmrlərini və təkliflərini sizlərə çatdıraq və çalışaq ki, qurban kəsək. Qurban kəsəcək adam Zülhiccə ayının sonunda əgər özünə narahatçılıq eləyəcək dırnaq və s. varsa, saçını, dırnağını səliqəyə salsın Zülqəddə ayının axırında, bu ayın axırında və Zülhiccə ayının birindən qurban kəsənə qədər, qurban kəsən adamlara aiddir, şamildir bu sözlərimiz. Dırnaqlarını kəsməsinlər, saçlarını, saqqallarını kəsməsinlər və
Qurban ərəfəsində kəsdikdə kəssinlər. Allah Taala'dan sülh, əmniyyət, bol ruzi, səhhət, afiyət, xəstəlikdən şifayab olmaq, dərdən, sərdən uzaq olmağı Cənab-ı Allahdan təmənni və təvəqqi edirəm. İnşallah ki, böyüklərin əlindən, kiçiklərin gözündən öpməklə günahlarımızın bağışlanması, baxsus mən qardaşımızın da əfvi üçün Allah-u Teala'ya iltica etməyinizi təvəqqə edirəm. Allah-u Teala günlərimizi, Zülhiccənin o ilk günlərini oruclu keçirməyə, qurbanlar kəsməyə və bütün İslam aləminin rifahına vəsilə olmağa Allah Teala'dan təmənni edib dua edirəm. Esselamu aleykum və rəhmətullah.